Elmira Axundova o adamdır ki, Rus 5-ci kolonu onu apardı Kiyevə, səfir qoydu. Təsəvvür edirsiniz, Rusiyanın adamı olmağını özünə fəxarət sayan bir adamı apardılar, bizim Kiyev böyük elçimiz elədilər. Bax, bu 5-ci kolon, siz təsəvvür edirsiniz, bilirsiniz nə işlə məşğuldur? Bax, mənim telefonumda o qədər insanlar mənə müharibə gedişində zəng elədilər ki, biz ümumiyyətlə 2 dənə də bomba atılan kimi postun qoydu, qaçdı. Səfirlik qalmışdı başlı başına. Sonra nə oldu? Sonra bu insan, bu dırnaq arası səfir başladı bizim orada həlak olan, Rusiya bombaları nəticəsində həlak olan insanlarımızın nəşinin Azərbaycana göndərilməsini alver predmetinə çevirməyə. Hamı deyirdi ki, biz səfirliyə məhz müraciət edirik ki, bizim vətəndaşımız, Azərbaycan Respublikası vətəndaşı ya da ki, Azərbaycanlı Ukrayna vətəndaşı Ukraynada Rusiyanın hərbi təcavüzü nəticəsində həlak olub, siz səfirlik olaraq dəstək verin, bizə pul oxuyurdular. Bizə konkret pul təklif edirdilər, yəni pul istəyirdilər bizdən, rüşvət istəyirdilər ki, biz o 200 nömrəli yükü Azərbaycana göndərək. İndi ağzına çullu dovşan yerləşmir bu insanların ki, biz göydən gəlmişik. İndi deyirlər ki, Ramiz Mehdiyevlə bizim əlaqəmiz falanımız yoxdur. Azərbaycanda parlamentdə olan hansı qadın, bax, üzdə olan qadınların hansı deyə bilər ki, bizim Ramiz Mehdiyevlə tanışdığımız yoxdur. Lütfən susun. Lütfən susun, aybınıza kör olun.